Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Əziz müsəlmanlar, bugünkü söhbətimdə orucun tövhidlə əlaqəsi haqqında danışacağam. Görəsən, orucun tövhidlə əlaqəsi nədir? Şək yoxdur ki, orucun tövhidlə böyük və sıx əlaqəsi var. Ona görə ki, qul Allah üçün öz yeməyini, içməyini, şəhvətini tərk edir və Allah üçün günahlardan çəkinir. Və heç bir şübhə yoxdur ki, bu ibadət qul ilə Allah arasında olan ən böyük rabitələrdən biridir. Çünki qul yeməyini, içməyini, şəhvətini Allah üçün tərk edirsə, Allah da bunun qarşılığında ona böyük bir mükafat vəd edir. Hesabsız mükafat vəd edir. Necə ki, Buxar və Müslimin rəvayət etdiyi qüdsi hədisdə uca Allah buyurur: Kullu amel ibn Adəm ləhu İlləs-siyam fəinnəhu li və ənə ucazi bihi. Uca Allah hədis-i qüdsidə buyurur ki, Adəm övladının bütün əməlləri ona məxsusdur, özünə aiddir yəni. Yalnız orucdan başqa. Çünki oruc mənim üçündür və onun mükafatını da mən verəcəyim deyir. Allahu Akbar. Ona görə də əziz müsəlmanlar, oruc elə bir əməldir ki, başqa əməllərdən fərqlənir həqiqətən də. Orucda ixlas var, orucda qulun Rəbbinə sadiqliyi var, orucda səbir var, orucda fədakarlıq var və s. Orucda tərbiyə var, orucda əxlaq var, orucda tövhid var, Allahı əzəmətləndirmək var lazımınca. Bu, yalnız bir ibadətdə cəm olmuş bir çox mühüm xüsusiyyətlərdir, keyfiyyətlərdir. Və həmçinin də, əziz müsəlmanlar, oruc İslam dininin 5 fərzindən biridir, yəni ərkanından biridir. Necə ki, Buxar və Müslimin rəvayət etdiyi hədislərdən birində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Buniyəl İsləmu alə xamsin. Deyir ki, İslam 5 əsas üzərində bina olmuşdur, qurulmuşdur. Şəhədətü ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. Deyir ki, Allahdan başqa heç bir ibadətə layiq heç bir məbudun olmadığına və Muhammedin sallallahu aleyhi və səlləmin Allahın elçisi olmasına şəhadət etmək, şahidlik etmək və iqamis salat və itaiz zəkat və haccul beyt və savm Ramadan. Və sonra isə bunlardan sonra isə deyir ki, namaz qılmaq, zəkat vermək, Kəbə evini ziyarət etmək və savm Ramadan və Ramazan orucu. Bəli, Ramazan orucu. Ramazan orucu bu 5 ərkanın içində qeyd olunur. Ramazan orucu hər bir müsəlmana vacibdir, həddi buluğa çatmış, aqil olan hər bir müsəlmana vacibdir və bu əməlin Allahla rabitədə şək yoxdur ki, böyük bir əhəmiyyəti var. Və alimlər qeyd edirlər ki, necə ki, İslamın 5 ərkanı, imanın 6 şərti, bunlar hamısı kamil olduqca, bu əməllər kamil şəkildə yerinə yetirildiksə, bu özü tövhidin kamilliyini aparır. Yəni, qulun qəlbində Allahı daha çox əzəmətli tutmasına, Allahı daha uca tutmasına səbəb olur. Bu da tövhidi gerçəkləşdirməkdən sayılır. Ona görə də bu haqda çox danışmaq olar, tövhidin, yəni orucun tövhidlə əlaqəsi haqqında. Xülasə təkcə insanın qəlbində tövhid nə qədər əzəmətli olarsa, insan az yeməklə belə daha qüvvətli olar və o orucunu daha sağlam şəkildə yerinə yetirər. Çünki tövhidi olan insanın qəlbi və ruhu qidalanmış olur. Yəni, təkcə oruc cismin qidalanması və ya cismin az qalması məsələsi deyil. İnsanın cismi az olsa da qəlbi və ruhu qidalanır və o insan üçün oruc çox gözəl şəkildə asanlaşır. Və bu, uca Allahın muvahhidlərə, tövhid əhlinə olan rəhmətindəndir və onlara olan lütfündəndir ki, onlara bu oruc ibadətini asanlaşdırır. Cisimləri az olsa da, qəlbləri və ruhları qidalanmış olur. Və ona görə də tövhidin əzəmətindən və orucla əlaqəsindən çox danışmaq olar və ümid edirəm ki, bu kifayət edir. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi əcməin.